Hər kəs salam, mən Mango və bu gün sizinlə birlikdə Poppy Playtime 6 teorisi eləyəcəm. Bəlkə də prototip əslində pis deyil. İndiyə qədər biz prototipə əsas düşmən kimi gördük, amma diqqət etsək, o həmişə digər eksperimentləri öldürsə də bəzi hallarda bunu azad etmək kimi göstərir. Teori odur ki, prototip əslində uşaqları xilas etməyə çalışır. O bilir ki, Playtime Co. şirkəti uşaqlar üzərinə qorxu təcrübələr edib və fabrikada qalan hər şey təhlükəlidir. Yəni bəlkə də biz oyunda səhv tərəfdəyik, yəni pis tərəfdəyik. Poppy bizə yalan danışır, hamı düşünür ki, Poppy yaxşıdır. Amma bir sual var. Niyə Poppy hər dəfə bizi fabrikin daha dərininə aparır? Əgər qaçmaq istəyiriksə, niyə biz birinci chapterlarda çıxışı istifadə etmədik çıxışı? Mənim də teorim odur ki, Poppy bizi istifadə edir məncə. O prototipi məhv etmək istəyir və bizi sadəcə ailə kimi, kukla kimi istifadə edir. Finalda Poppy əsl William ola bilər. Hagi geri qayıdacaq. Əslində ölmür. Fanlar bilir ki, ölməyib. Birinci chapterdə onun ölümünü görmədik. Prototip böyle eksperimentlərin hissələrini toplayır. Hagi Frankisin ən məşhur karakteridir. Chapter 6-da prototip Haginin yerini yenidən quracaq. Amma bu dəfə normal Hagi yox, mutated Hagi olacaq. Teori də bu. Metal qolları olan daha böyük və aqressiv versiya ola bilər Hagidə. Yeraltı gizli şəhər. Biz bilirik ki, Chapter 5-də bəzi oyuncaqlar fabrikin altında böyük bir struktur gördüklərini deyirlər. Fan teorisinə görə Playtime Co. uşaqları sadəcə eksperiment etmirdi. Onlar yerin altında gizli yaşayış zonası qurmuşdu. Orada yüzlərlə failed experiment gizlənib. Chapter 6-da xəritələr əvvəlki chapterlardan 3 dəfə böyük ola bilər. Harley Sova geri dönəcək 100% bəllidir. Çünki ən son chapter 5-də də biz görmüşdük ki, geri qayıtmışdı. Harley Sova bəzi məlumatlara görə Harley Sova AI və ya digital formada geri qayıda bilər. Mən də düşündüm ki, o bizə kömək edə bilər. Kömək edirmiş kimi davranacaq. Sonra prototip məğlub olandan sonra bizi arxadan vuracaq. Çünki əsl məqsədi bütün eksperimentləri idarə etməkdir. Final boss məncə Poppy olacaq. Ən çılğın teori budur əslində. Prototip Poppy-ni qaçırır, hamı düşünür ki, onu öldürəcək, amma bəlkə onu upgrade edir. Yeni final boss True from Poppy. Yəni Poppy'nin real formu. İnsan boyunda hörümçək kimi qollar, portiyerin üz bizi bütün fabrik boyu cage edir. Bu oyunun ən qorxulu hissəsi ola bilər məncə. Belə bir teori yaratmışam. Əsl sonluq da bizim özümüz eksperiment əslində. Çünki nə qədər bizi hansısa eksperiment vursa da bizə heç nə olmur. Biz oyunda adi işçi deyilik. Biz keçmişdə eksperiment olmuşuq. Yaddaşımız silinib. Playtime Co. bizi geri döndərib ki, fabrikin qalan sirlərini tapaq. Finalda da seçim olaraq məncə fabriki patladacağıq, prototipə yada qoşulacağıq, Poppy-ni xilas edəcəyik, özün yeni monstra çevriləcəyik biz. Mənim ehtimalım odur ki, Chapter 6 serialın finalı olacaq, məncə 100%. Prototip öləcək, Poppy əsl William olacaq, Hagi geri dönəcək, bizim kim olduğumuz açıqlanacaq. Videomuz buraya qədərdir. İzlədiyiniz üçün çox sağ olun. Gedib də 9 dəqiqəlik eləmədim. Belə bir şey yaratdım qısa ki, teori olsun. Gələn bölümlərdə görüşənədək.